Dostlar, necəsiniz? Bugün sizlərə dərs izah edəcəm. Daha sonra siz kanalıma abunə olmayı, videomu bəyənməyi unutmayın. Bu videonun sizə Word-dən izah edəcəm. Daha sonra siz kanalıma abunə olmayı unutmayın. İndi mən sizə izah edeyim. EBOB. Bir dəqiqə. EBOB necə? Yəni EBOB necə deyim? Ən böyük ortaq bölən. Ən böyük ortaq bölən. Yəni məsələn deyək 15 dəqiqə 15 və 18. Bunların əbəbını tapaq. Məsələn, ən böyük ortaq bölən deyəndə bunların ikisini də eyni bölünər. Birinci biz altdan yazaq. 15 bölünənlər. 1, sonra 2, sonra 3, sonra 5, sonra isə 15. Bu qədər. 18-ə baxaq. 18-də isə 1, 2, 3, sonra 6, qaldı 18. İndi ortaqlarına baxaq. Burada ortaqlar 3-dür. Burada ən böyük deyir də, ən kiçikdir ki 1 götürək, 2-dir. 3, başqa 5 ilə 6 eynidir rəqəmdə, yox. Cavab orada olacaq 3. Yəni ən böyük ortaq bölən nədir? Başa düşdünüzmü? Daha çox istərseniz kanalıma abunə olub video bəyənməyi unutmayın. Gələn video əkəb keçəcəm. Bay bay.